Molla məsciddə namazdan sonra üzünü camaata tutub deyir: Ay camaat! Aramızda bir nəfər var. Vaxtilə oğru, qumarbaz, içki içən, türmədə yatan biri olub və nəhayət tövbə edib, dinə imana gəlib. İndi onu çağıracam, qoy gəlib özü danışsın. Bəli, qardaşlar, Molla düz deyir. Vaxtilə mən oğru, qumarbaz, içki içən, türmədə yatan biri olmuşam. Amma etdiyim bu əməllərə görə Allah Taala bir dəfə də olsa məni utandırmayıb. Amma mən tövbə etdikdən sonra bu şərəfsiz hər dəfə məni bura çıxararaq camaat qarşısında biabır edir.